Salam müəllimlər, bugün sizə 9-cu sinifin deməli tikişləri haqqında məlumat verəcəm. Yun və ipək parçadan olan paltarlara qulluq necə etmək lazımdır, hansı simvollar var, qulluq üsulları hansılardır və s. Deməli, ipək və yun parçalar islaha qoyulmadan 40 dərəcədən yüksək olmayan temperaturda əl ilə yuyulurlar. Deməli, islaha qoymadan 40 dərəcədən yüksək olmayan temperaturda necə yuyulurlar? Əl ilə. Və simvola nəzər yetirsək, görürsünüz, vannanın içərisində su olur və əl şəkli var ki, bu simvol həmin ipək yun parçaların yuyulmasını, əl ilə yuyulmasını göstərən simvoldur. Və yun parçalardan olan məlumatları belə deyək, əl ilə yumaq olmaz. Nəm halda olanda onları ehtiyatla davranmaq lazımdır. Və müəllimlər, nəm məmulatlar hansı ki, asılmış halda qurudulurlar. İpək yundan olan parçaları asılmış vəziyyətdə qurutmaq olar. Baxın, xətlərə yuxarıdan aşağıya düz xətlərdir və bunlar asılmış halda qurudulma işarəsini göstərir və müstəvi üzərinə sərilmiş halda qurudulması o yun parçadan olan bəzi məmulatlar, bəzi paltarlar var ki, onları səthin üzərinə sərib qurutmaq lazımdır ki, onlar öz formasını itirməsin və ütüləmə zamanı yun parçalar üçün 150 dərəcə, ipək parçalar üçün 110 dərəcə temperaturda ütüləmək lazımdır. Və ütün işarəsi bundan biləcəksiniz. 2 nöqtə varsa 150, 1 nöqtə varsa 110 dərəcənin simvolunu göstərir. Və quru təmizləmə var ki, yun parçalarda quru təmizləmədən, yəni kimyəvi təmizləmədən istifadə etmək olar. Quru təmizləmə gördüyümüz kimi dairə formasında göstərilir simvolu. Amma əgər dairənin ortasında çarpazlaşan xətt varsa, deməli X varsa, deməli bu quru təmizləmə ipək parçalarda aparmaq qadağandır və quru təmizləmə dediyimiz kimi ipək parçalarda qadağan olduğu kimi, hətta ipəkdən olan parçaları 40 dərəcədən artıq olmayan temperaturda əl ilə yumaq olar. Və yundur, ipəkdir, bunları xlor tərkibli vasitələrlə ağartmaq olmaz. Görürsünüz, xlorun simvolu üçbucaq formasındadır və onun üzərində X varsa, deməli xlorla ağartmaq olmaz. Bəzən geyimlər alırıq və onların içərisində hər hansı bir hissəsində yerləşir etiketləri, orada göstərir. Hansı ki, orada belə deyək də, simvollar verilir ki, bunu yumaq olarmı, yumaq olmazmı, ütüləmə işarəsi olur, quru təmizləmə aparmaq olar, olmaz. Yəni, bu kimi işarələr həmişə simvollar şəklində göstərilir. Və nəzərinizə çatdırım ki, vaxtdır, pul sərfədir, bunları azaltmaq üçün biz nə etməliyik? Həmin məmulatın çirklənmə dərəcəsini, onun rəngini, parçanın növünü nəzərə alaraq ona hansı ki, yuyucu vasitələrdən istifadə etmək lazımdır və hansı ki, yuyucu tozlar, gellər, təmizləyici vasitələr və yaxud da ki, təbii ipək yun parçadan olan məmulatları qabaqcadan islaha qoymaq lazımdır. Həmişə testlərə düşür, deyir, yuyulmamışdan əvvəl həmin məmulatlar çeşidlənir. Yuyulmadan əvvəl məmulatlar hansı növlərinə görə çeşidlənir? Parçanın növünə görə, onun rənginə görə və onun çirklənmə dərəcəsinə görə. Yuyulmadan öncə məmulatlar nəyə əsasən çeşidlənir? Növünə, parça hansı növə aiddir, rəngi nədir və çirklənmə dərəcəsi necədir? Yəni, çox çirklənib, az çirklənib, ona əsasən həmin paltarlar çeşidlənir və yuyulur. Və yun ipək parçalardan olan məmulatları 30-45 dərəcədən artıq olmayan temperaturda yumaq olmaz. Lazım olar ki, yuma və yaxalama üçün suyumuz ilıq olsun. Əks halda məmulat girəcək, kiçiləcəkdir. Və yaxşı olar ki, yun parçadan olan məmulatları tərs üzünə çevirib sərək ki, onların rəngləri bozarmasın. Və yaxşı olar ki, ipəkdir, yundur, bunları çox burub sıxmaq
olmaz. Çünki onlar əyilə bilər, öz formasını itirə bilər və s. Bunun üçün biz onları yüngülcə çıxırıq və yaxud da ki, hər hansı bir sətin üzərinə sərərək quruda bilərik. İpəkdən olan məmluqları yaxşı olar ki, qurutmamış halda ütüləyək, yəni nəm halda ütüləmək lazımdır. Bu zaman onlar hamar və qırışsız olur və ipəyin ütülənməsi üçün ütü altının temperaturu 110 dərəcəyə qədər olmalıdır. Əgər ipəkdən olan geyimin astar hissəsi varsa, yəni astarlı geyimdən ibarətdirsə, yaxşı olar ki, onları tərs üzünə ütüləyək. Çünki düz üzündən ütüləsək, həmin astarın tikişlərinin izi parçada bilinə bilər, parçaya düşə bilər. Yundan olan məmulatları hansı ki, nəm istemal aparanda onun üzərinə nəm parça sərmək lazımdır və ütünün temperaturu 150 dərəcəyə qədər olmalıdır. Bu kimi yadımızda saxlayırıq və yun parçadan olan məmulatları ev şəraitində nəyin köməyi ilə təmizləmək olar? Təbii ki, benzindir, asetondur, naşatir, spirtidir. Bu kimi vasitələrin köməyi ilə təmizləmək lazımdır. Əgər belə vasitələrimiz yoxdursa, biz hansı ki, bu vasitələri misal üçün məntəqələrdən istifadə edərək ala bilərik. Və pambıq katan parçalara qulluq necə aparılır? Əgər testdə düşsə ki, boyamağa davamlı olan bütün pambıq katan parçalar neçə dərəcədən artıq olmayan temperaturda yuyulur və yaxud da desək ki, 95 dərəcədən yüksək olmayan temperaturda yuyulur, götürəcəyiz boyamağa davamlı olan bütün pambıq və katan parçalar. Yəni bunu uyğunlaşdırma şəklində verə bilər. Əli ilə isə soruşsa rəngi çıxanları xüsusi diqqət edərsiniz. Rəngi çıxan desə, deməli aşağı temperaturda 40 dərəcədir və 40 dərəcədən artıq olmayan temperaturda ehtiyatlı şəkildə əl ilə yumaq olar və ondan əlavə də pambıqdır, katan parçalardır. Bunları paltaryan başında yuyub qurutmaq mümkündür. Yəni barabanın içərisində bu vasitə yuyub qurutma aparmaq olar. Amma bütün pambıq və katan parçalar 200 dərəcədən yüksək olmayan temperaturda yuyulur. Deməli, biz bundan öncə bir nöqtə dedik, nədir? 150-dir, bir nöqtə 110-dur. Bir nöqtə dedik 110-dur, 2 nöqtə 150-dir, 3 nöqtə də 200 dərəcədən artıq olmayan temperaturu göstərir. Pambıq katan parçalarda hansı ki, quru təmizləmə aparmaq mümkündür. Biz demişdik, quru təmizləmə dairə içərisində A işarəsi varsa, deməli, quru təmizləmə aparıla bilər. Əgər parçamız rəngi çıxmayandırsa, yəni rəngi çıxmayan bütün pambıq katan parçaları xlor tərkibli vasitələrlə ağartmaq olar. Görürsünüz, üçbucağın içərisində xlor yazılıbdır, deməli olar. Əgər X olsaydı, o deməli olmaz. Elə X də göstərib burada. Görürsünüz, xlor tərkibli vasitələrlə ağartmaq olmaz, rəngliləri. Baxın, rəngi çıxmayanları ağartmaq olar, amma rənglini ağartmaq olmaz. Buna xüsusi diqqət edirik. Və biz dedik ki, rəngli pambıq katan parçalar var ki, onlar neçə dərəcədən yüksək olmayan temperaturda? Təbii ki, 60 dərəcədən yüksək olmayan temperaturda yumaq lazımdır. Və yuyulmuş paltarları 1-2 havada qurutmaq lazımdır. Onlar bozarmasın deyə tərs üzünə sərilmək lazımdır. Köynəkdir, koftadır, çiynindən, şalvarlar isə belindən asılır. Və biz dedik ki, hansı ki, bütün pambıq katan parçadan olan məmulatları yüksək istilik rejimində neçə dərəcədə ütüləmək lazımdır. Bu zaman götürürük 150-210 dərəcədə ütüləmək lazımdır. Və bildiyimiz kimi, ütülərin temperaturu parçanın növündən asılı olaraq dəyişir. İndi mən sizə sual verirəm. Boyamağa davamlı olan bütün pambıq katan parçaları neçə dərəcədən yüksək olmayan temperaturda əl ilə yuyurlar? 95 dərəcədən. Əgər rəngi çıxandırsa, bunu neçə dərəcədən? Rəngi çıxan dedik, aşağı temperatur 40-dır. Yox, əgər desək ki, rəngli pambıq katan parçadan tikilmiş məmulatlar neçə dərəcədən? Onda götürürük 60 dərəcədən və s. Və dedik ki, bütün pambıq katan parçalar 200 dərəcədən artıq olmayan temperaturda ütülənməlidir. Geyimin bərpa edilməsinə baxaq. Bilirik ki, geyimin insan həyatında əhəmiyyəti çox böyükdür və geyimlərin müəyyən bir hissələrində qüsurlar yarana bilər ki, biz onları
aradan qaldırmağı bacarmalıyıq. Ən çox da qollardır, dirsəklərdir, ətəklərdir, ciblərin kənarlarıdır. Bunlar daha çox belə deyək ki, mexaniki təsirə məruz qalır. Bəs biz geyimi necə bərpa edə bilərik? Təbii ki, əgər geyimdə kiçik bir yarıq yaranıbsa, biz bunu gözəmə üsulu ilə bərpa edə bilərik. Gözəmə iki cür olur. Biri var gözəmə, bir də var bədii gözəmə. Gördüyünüz kimi, baxın, bu gözəmə üsuludur. Parçanın həmin geyindiyimiz məmulatının deyək ki, müəyyən bir hissəsi sökülübdür. Biz bu zaman onun lazımsız hissəsindən bir sap çıxardırıq müəyyən bir uzunluqda və o sapın köməyi ilə biz gözəməni yerinə yetiririk. Həmin məmulatın üzərində elə tikməliyik ki, o seçilməsin. Bu gözəmə üsuludur. Kiçik bir yarıq yaranarsa, biz gözəmə üsulundan istifadə edirik. Biri də var ki, bədii gözəmə. Bəs bədii gözəmə necə yerinə yetirilir? Bədii gözəmə xüsusi zəhmət tələb edir ki, bədii gözəmədə xüsusi sənətkar tərəfindən yerinə yetirilir. Artıq bu üsulda biz tamamilə seçə bilmirik bu hissənin yarığın bərpa olunmasını. Baxın, gözəmədə, adi gözəmədə bilindiyi, azacıq da olsa bilinirdi, amma bədii gözəmə xüsusi mütəxəssis tərəfindən yerinə yetirildiyinə görə seçilmədi. Bu bədii gözəmədir. Ən zərif, belə deyək, olduqca zərif bir növüdür gözəmənin. Təkrar olaraq soruşuram, biz nə zaman gözəmə üsulundan istifadə edirik? Təbii ki, kiçik bir yarıq yaranarsa. Yox, əgər geyimimizdə sökülmüş hissə, yaranan yarıq böyük ölçüdədirsə, biz bu zaman gözəmə üsulundan yox, yamaqdan istifadə edə bilərik. Yəni, böyük bir yarıq yaranıbsa, yamaqdan istifadə edirik. Yamaqlar isə iki cür olur. Alt yamaqlar var, üst yamaqlar var və alt yamaqdan, üst yamaqdan nə zaman istifadə olunur? Gəlin onlara baxaq. Əgər geyimin cırılmış hissəsi iri deyil, misal üçün kiçikdirsə, biz onu altdan salınan yamaqla bərpa edə bilərik. Yox, əgər geyimin cırılmış hissəsi böyükdürsə və biz onu, belə deyək də, həmin yamağı altdan salmaq mümkün deyilsə, bu zaman biz üstdən yamaqdan istifadə edə bilərik. Hətta biz yamaqlarla bərpa edən zaman biz aplikasiya üsulundan da istifadə edərək yerinə yetirə bilərik. Aplikasiya biz keçmişdik 8-ci sinifdə, demişdik siqzaq şəkilli tikişlə yerinə yetirilir tikiş maşınında, amma əl ilə yerinə yetirilsə, xırda və çəpinə sırıqlarla tikilməlidir. Və aplikasiya termiki üsuldan istifadə edilərək ütü vasitəsilə yapışdırılır. Bu daha keyfiyyətli ola bilər. Bəs məmulatın sökülmüş tikişlərini necə bərpa etmək olar? Təbii ki, məmulatın sökülmüş tikişlərini bərpa etmək üçün birinci nə etmək lazımdır? Onu tərs üzünə çevirmək lazımdır. Hansı ki, sökülmüş sapları kəsmək və çıxartmaq lazımdır. Baxırıq həmin hissəyə, sökülən hissəyə. Əgər sökülmüş hissə böyükdürsə, biz onu təbaşir vasitəsilə işarələyirik. Ondan sonra, işarələdikdən sonra təbaşirin izi ilə, hansı ki, işarələdiyimiz iz ilə birləşdirmə tikişi aparırıq. Əvvəldə, axırda 4 sm bərkitmə tikişi mütləq şəkildə yerinə yetirilməlidir. Baxırıq sökülmüş hissəmizə. Əgər sökülmüş hissəmiz kiçikdirsə, amma bizim əlimizin altında tikiş maşını yoxdur ki, biz onu tikək. Bu zaman biz tikiş maşınına oxşasın deyə həmin tikiş maşınının əvəzinə əl ilə iynə arxası tikişdən istifadə edirik. Əl ilə iynə arxası. Əgər tikiş maşını yoxdursa, hansı tikişdən istifadə edirik? İynə arxasına tikişdən. Deməli, bizim sökülmüş hissə tikiş maşınında tikilmiş hissədir və sökülüb. Bizim də tikiş maşınımız yoxdur ki, onu bərpa edək. Bu zaman əl ilə iynə arxasına tikişlə bərpa edərək onu birləşdirə bilərik. Yox, əgər baxırıq ki, sökülmüş hissə yenə tikiş maşınında tikilmiş hissədir, amma ilməkləmə üsulu ilə tikilibdir. İlməkləməni də biz yenə tikiş maşını olmadığına görə əl ilə yerinə yetirmək məcburiyyətindəyik ki, bu zaman hörmələmə tikişindən istifadə edəcək. Yox, əgər baxırıq ki, misal üçün astarlı məmulatdır və astarda sökülmüş hissəni bərpa etmək mümkün deyil, bu zaman biz onun düz üzündən iç tərəfinə tikişlər atırıq. Aha, deməli, astarlı geyimdirsə, sökülmüş tikişi bərpa eləmək mümkün deyilsə, biz bu zaman məmulatın düz üzündən iç tərəfinə tikişlər atırıq. Və
paltonun, pencəyin, jaketin sökülən yan tikişlərini bərpa eləmək üçün nə etməliyik? Təbii ki, astarın yan tikişini biz bu zaman sökməliyik. Baxırıq sökülmüş hissəyə. Əgər sökülmüş hissə 2,5, 3,5 sm sökülübsə, biz onu əl ilə bərpa edə bilərik. Bu mümkündür. Yox, əgər baxırıq sökülmüş hissəmiz 3,5 sm-dən artıqdırsa, biz onu əl ilə yerinə yetirə bilmərik. Bu zaman biz onu tikiş maşını ilə bərkitməliyik. Bunun üçün nə etməliyik? Həmin sökülən hissələri cütləşdiririk, təbaşir ilə nişanlayırıq, onu köklüyürük. Ondan sonra tikiş maşınında onu biz elə tikməliyik ki, köhnə tikiş xəttinin davamı olsun. Yəni hiss olunmasın, bilinməsin ki, burada tikişlər aparılıbdır. Tikiş maşınının köməyi ilə tikdikdən sonra əlimizdə kökləmişdik. Əvvəlcə həmin kökləmə tikişlərini sökürük, ondan sonra ütülüyürük və tikiş hazırdır. Amma kürəyin astarı ətəyin astarına əl ilə gizli tikişlə birləşdirilməlidir ki, o hiss olunmasın. Bəs qol yeri tikişini necə bərpa edə bilərik? Təbii ki, bu zaman qolun astarı sökülməlidir. Sonra qol yeri tikişdən aralanır. Aralandıqdan sonra sökülmüş hissələr nişanlanır. Yenə nişanlanmış hissə qol yerinə əl ilə. Məsəl üçün, əvvəl sökdük, təmizlədik, araladıq, nişanladıq, sonra əl ilə həmin hissəyi birləşdirdik və sökülən tikişin yerindən elə etməliyik ki, əvvəlki sökülmüş hissə ki var, onun izi ilə tikməliyik ki, o bilinməsin. Bir də diqqət etmək lazımdır ki, 1 sm-nə nə qədər 4-5 tikiş düşərsə, bir o qədər xırda olacaq, həm də səliqəli alınacaqdır. Və yenə qolu astarın gizli tikişlə qol yerinə bərkidərək tikirik və fikir vermək lazımdır. Tikişdən sonra ütüləyirik ki, tikişin izləri bilinməsin. Bəs biz qol kənarı astarının bərpa edilməsini necə yerinə yetirə bilərik? Təbii ki, astar hissənin bərpa işinə başlamazdan əvvəl qolun hansı ki, yuxarı hissəsinə kökləyirik və aşağısında isə astarı sökürük. Həmin sürtülüb didilmiş hissələr 10-12 sm uzunluqda kəsib çıxarırıq. Ondan sonra kəsilmiş hissədən həmin tikişləri sökürük, onların ülgüsünü çıxardırıq. Ülgünü çıxaran zaman 2 sm artıq emal payı götürmək lazımdır və sonra isə qolun astarının yuxarı və aşağı tərəflərinə 1 sm enində onlu tikişlə bərkidirik. Və sonra yenə tikişlərimizi ütüləmək lazımdır və tikişləri yaxşı olar ki, yuxarıya istiqamətlənmiş hissə düşə bilər. Hansı formada? Yuxarıya istiqamətlənmiş formada tikmək lazımdır. Bəs baxaq görək, balağı necə bərpa etmək olar? Təbii ki, şalvar balağının tikilmiş köbə hansı ki didilibsə, biz bunu yenisi ilə əvəz etməliyik. Deməli, balaq didilibsə nə etməliyik? Bunu yenisi ilə əvəz etməliyik. Yenisini əvəz etmək üçün nə etmək lazımdır? Təbii ki, köhnə köbəni çıxartmaq lazımdır. Bir dəqiqə işarəliyim. Köhnə köbəni söküb çıxarmaq lazımdır. Onu tozdan, pürçümdən, sapdan təmizləyirik və əvəzinə isə yeni köbə qoymaq lazımdır. Yeni köbəni də həmin balağa yerləşdirəndə elə etmək lazımdır ki, o 1-2 mm kənara çıxsın və həmin köbəni gizli tikişlə hər iki tərəfdən balağa tikib bərkidirik. Bu da oldu bizim şalvarın balağının bərpa edilməsi. Şalvar manjetinin bərpa edilməsi. Bəs şalvarın manjetinin qatlanmış hissələri sökülüb. Bu zaman biz onu necə təmir edirik? Təbii ki, sökülən hissələri tozdan, sapdan təmizləyirik. Üzərinə nəm əski qoyub onu ütülüyürük. Ondan sonra didilmiş hissələri gözləmə üsulu ilə işləyirik. Yenə nəm əski vasitəsilə ütülədikdən sonra manjetin yaxşı qatlanması üçün tikiş xətti yerini nişanlayırıq və elə etmək lazımdır ki, gözləmə yerindən 3-5 mm yuxarıda qoyulmalıdır. Ondan sonra manjeti xətt üzrə tərsinə çevirib qatlanıb nişanlayırıq və əl ilə də gizli tikişlərlə tikərək, sonda isə ütüləyirik tikişləri. Ondan sonra isə şalvarı bütünlükdə ütüləmək lazımdır.